Bugün 2016-cı ildən həyatımıza daxil olan, gözəl amma insanların bərbad etdiyi və artıq bu proqramları sevənlərin və yükləyənlərin belə utandığı bir proqramın rüsvay videolarına baxacağıq. Gəlin videolara keçək. Mən burada bu qadına çox da söz demək istəmirəm. Hərəkətlərindən də beyinir ki, qadının ağıl sağlığı yerində deyil. İnşallah tez bir zamanda sağalar. Bak. Pozlara bak. Triplere bak. Vallahi bilemiyorum. Bak triplere. Mən bu video haqqında heç bir şey başa düşmədim. Bu videoda niyə bu qız o adamdan qaçır? Niyə digər adamı qoruyur? O adam niyə bunu öldürür? O öldükdən sonra niyə bu qədər sorğulanırlar? Heç bir şey başa düşmürəm. Hər şey açıqlanmasız qalır. Hər halda onlar bu videonu çəkəndə beyinləri bir kənara çıxarıb qoyurlar. Ancaq xahiş edirəm, bundan sonra video çəkəndə beyinlərinizi taxın. Çünki mənim beyin hüceyrələrim sizə görə ölmək üzrədir. Yəqin ki, bunlar da digərləri kimi videonu çəkəndə beyinlərini çıxardıblar və bir kənara atıblar. Hətta onlar atmayıblar, azib təpikləyiblər. Çünki bu axmaqlığı mənim 5 yaşındakı bacım belə eləməz. Hadi deyirəm ki, öz aranızda belə bir şey eləyirsiniz. Paylaşmağı heç demirəm belə, çox utanc vericidir. Amma bunu küçənin ortasında eləmək. Bir fikirləşin, oradan keçirsiniz və 2 nəfər belə axmaq hərəkətlər eləyirlər. Nə deyərdiniz onlar haqqında? Mən vallahi yaxşı şeylər düşünməzdim həqiqətən.